Makat çatı nədir, müalicəsi nələrdir? Azərbaycancası düz bağırsağın çatıdır, xəstəliyidir. Adətən çox qəbz olan insanlardan, bir neçə gündən bir bayıra çıxan insanlarda müşahidə olunur. Ağır atletika ilə məşğul olan insanlarda müşahidə olunur. Və yaxud da ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlarda xəstə deyir ki, 3 dəfə, 5 dəfə bayıra çıxıram, hər qidadan sonra mən bayıra çıxıram deyən xəstələrdə müşahidə olunur. Yəni, hər türlü düz bağırsağın çöl qisminin, iç qisminin hər hansı bir travma nəticəsində yırtılmasıdır makat çatlağı. Bunlar kəskin xronik olurlar. Nə gözəl ki, kəskin formada olduqda həkimə müraciət eləyəsiniz. Yəni, bu kəskin forma dediyimiz 4-8 həftə müddətində əgər həkimə müraciət etsəz, vaxtında şam, maz, oturma vannaları ilə tamamilə müalicə olunacaqsınız, bitib gedəcək. Yox, artıq bundan uzun müddət keçən xəstələrdə adətən praktikamı əsasən kəskin çatı heç görməmişəm. Hamı xroniki halda olduqda gəlir. Yəni 8 həftədən sonra, illərlə, aylarla proses davam elədiyindən sonra həkim mütəxəssislərə müraciət etdikdə əlbəttə ki, bunun müalicəsi olacaq əməliyyat. Şikayətlər nədir? Xəstələr söyləyirlər ki, böyük bayıra çıxanda dəhşətli ağrılarım olur. Düz bağırsaq nahiyəsində lezva ilə bir kəsi aparılır. Şüşə kəsir doktor mənim. Belə bir şikayətləri olur xəstələrin. Qanama olur, ağrı olur, göynəmə olur və ağrının elə xəstələr olur ki, sutka ərzində davam eləməsini söyləyərlər. Və ya xəstə əgər dışqısı səhər olubsa, xəstə söyləyər ki, axşama qədər mən ağrı çəkirəm, göynəmə çəkirəm. Bununla da əlaqədar sinir sistemi həssas olan qadınlarımızda sidiyə çıxma halı da zədələnir. Nə mənada spazm baş verir, heç sidik yoluna ifrazatı da mümkün olmur xəstələrdə.